Cübeyr bin Abdillah radıyallahu anhu قال رسول الله صلى الله عليه وسلم أحب البلاد إلى الله مساجدها وأبغض البلاد إلى الله أسواقها. Cübeyr bin Mut'im radıyallahu anh rivayet eder ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Allah'a en sevimli olan mekanlar mescitlerdir. Allaha ən qəzəbli məkanlar bazarlardır. Ve bu hadis gösterir ki Allah subhanahu ve teala'nın en sevimli olan mekanları onun evləridir. Necə ki Allah subhanahu wa ta'ala buyurur ki və ennel mesacid lillahi fela ted'u ma'allah ahada. Məscidlər Allaha məxsusdur. Və Allahdan gerisini heç kimi çağırmayın. Bu hadis göstərir ki doğrudan da Allahın ən sevimli olan məkanları məsciddir. Və məsciddə Allaha təzim olunur, əzəmətləşdirilir. Quran oxunur, zikirlər edilir, namazlar qılınır. Və ora mələklərin toplandığı yerlərdir. Və hansı ki, o mələklər sonra əməllərlə qalxırlar səmaya. Əksi isə Allahın ən qəzəbli yeri isə bazarlardır. Çünki bazarlarda yalan yerlər, facirlik, xəyanət və başqa haram məsələlər orada baş verir. Ona görə orada şeytanın ən çox gəzib dolaşdığı yerdir. Və bu baxımdan da o yer elə bir yerdir ki, Allahın zikir edilməsi unudulur. Və istisna o kəslər ki, Allah kimə rəhm edib, Allahı çoxlu zikr edənlərdən başqa və haqqı ilə namazları vaxt-vaxtına qılanlardan başqa. Və başqa hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, İyyəkum və həyəşətil əsvaq. Sizi məsciddə bazardakı olan səs-küydən çəkindirirəm. Və şək yoxdur ki, Allah Resulü sallallahu aleyhi və səlləm burada məscidlə yanaşı bazarın gətirməsi göstərir ki, məscidlər bazar kimi olmamalıdır. Və bu baxımdan başqa hədisdə ki, Müslimdə gəlir, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sizi çəkindirirəm bazardakı səs-küydən, səs-küy edilməsində, yəni məscidlərdə. Və hər bir müsəlman, hər bir mömin məscidə girdikdə Allahdan qorxaraq girməlidir. Və onun üzərində ilk ədəblərdən biri odur ki, məscidə girdikdə zikr etməsidir, sonra 2 rükət namaz qılmasıdır və yanındakı, ətrafındakına salam verib, oturub namazı gözləməsidir. Gəlib və ayağı sürüb səs-küy qaldırması onun üçün artıq haramdır və Allahdan qorxmalı və tövbə eləməlidir və Allahın evində haqqı ilə ibadət etməlidir.